Azərbaycanla İraq arasında ticarət dövriyyəsinin həcmi çox aşağıdır. İş adamları arasında birbaşa əlaqələrin təşviq edilməsi ticarət dövriyyəsinin artmasına töhfə verə bilər. Bu fikirləri Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan və İraq hökumətləri arasında birgə komissiyanın 4-cü iclasında bildirib. Nazir bu məqsədlə ötən il yaradılan Azərbaycan-İraq Biznes Şurasının fəaliyyətinin aktivləşdirilməsini təklif edib. İclas zamanı iqtisadiyyat, sənaye, ticarət, qarşılıqlı investisiyalar, neft və qaz, rəqəmsal inkişaf və digər sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Sonda hökumətlər arası birgə komissiyanın 4-cü iclasının protokolu imzalanıb. 2025-ci ilin 10 ayında isə ticarət dövriyyəsinin həcmi təxminən 23 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artım deməkdir. Bununla belə hesab edirik ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 47,7 milyard ABŞ dolları ilə müqayisədə İraqla ticarət dövriyyəsinin həcmi çox azdır və ticarət dövriyyəsinin bir neçə dəfə artırılması üçün real potensial və imkanlar mövcuddur. İraqla Azərbaycan arasında bir çox saziş və anlaşma memorandumu imzalanıb. Hazırda müxtəlif sahələri əhatə edən 14 anlaşma memorandumu var. Həmçinin 20 anlaşma memorandumu müzakirə olunur və onlar son mərhələyə çatıb.